Oğlum ya ölüm. Sual budur. Bu. Tarihin az zərbələrdən müthiş bir qul kimi dözümmü? Yoksa üsyan mı qaldırım silahlanaraq? Ya galip gəlim, ya həlak olum. Bircə bu tamaşanı təhvil verib qurtarsaydım, canım rahat olardı. Səhərə qədər yatmamışam. Əsas da atasının o kölgə səhnəsi. Oy, 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 oy. Şərif, oğlum. 13-cü dəfədir yuxuna girirəm. Ay balam, mollaya əlbən 250 manat vermişdim. Apar beni yuduzdur. Yoksa hakkımı alan eləmərəm. Eşidirsən oğlum. Beni niye ümaya bastırdınız? Ha? Cevap ver de. Ay eşşək. Ne var he? Eşidirsən molla? Rəhmətli adam yuxuma girmişdi. Tapşıran bir de girmez. Yox, söhbət o deyil. Yuxuma girib deyir ki, mən mollaya 250 manat pul vermişəm. Mən öləndə məni yuduzdurub bastırsın. Amma siz onu yuduzdurmamışsınız. İndi deyir ki, məni çıxart qəbirdən, apar yuduzdur, təzədən bastır. Mən neyniyim? Atanı qəbirdən çıxarmaq olmaz. Bunun üçün səni xətt-i kimaya usul eləmək lazımdır. Atamın əvəzinə məni? Hə. O nə deyilə? Gedək Qəzənfərin yanına, o başa salacaq. Gedək. Bir dəqiqə gözlə, gəlirəm. Of. Ölüb. Get xərəyə gətir, aparaq ekspertizaya. Oldu. Oradan da Qəzənfərin yanına. Baş üstə. Yaxşı, bu işin xərci nə olacaq? Heç, cəmsi 100 bat xərci var. Olsun, tək atamın şad olsun. Gedək burada yaxında. Bircə öldüğün günü bilmirəm də. Bu paltarın içində mənlə məzələnəndə fikirləşmirdin ki, paltarın içindəkini mən tapıb bugün də mən sənlə məzələnəcəm? Ha? Bilirsən nə istəyirəm? İstəyirəm ki, heyvan olasan, heyvan. Heyvan? Götürdüğüm paltar deyirəm. Ya heyvanlar ya pulumu qaytar. Nədir? Pulu qaytarmaq istəyirsən? Əgər mən dediklərimi eləsəm, bir dənə qol çəkəcəm, canım qutaracaq. Görürsən insan necə kuyucaka sallar, öz ayağınla banka gəlib pul istəyirsən məndən. Hə?
Ne bakırsan? Pulu qaytarmaq istəyirsən? Ha, dur gel paltar giy də. Uşağım əlində qalmışam. Bilirdim ki mən deyən eləyəcəksən. Kəstin hə? Soyun. Niye? Pembeyi dağıcının içine nihandır bedenim. Diri oldukça libasım budur ölsem kefenim. Ay. Qəzənfər! Ay Qəzənfər! Qəzənfər getdi sabun almağa. Bizim o hamamdaki ölülerle hiçbir alakamız yoktu. Yani orada baş veren hadiselerde günahkar yalnız molladı. Ve açığı atamı yuxuda gördüm. Deyəsən onun ahı tutub bizi. Təmizlik imandan gəlir. Mənim kimi insanlar az gəlir bu dünyaya. Mən getmişdim sabun almağa. 72%. Dünyada elə ölü görmüşsünüz ki, gəlib bizə hat versin. Mən artıq ölmüşəm. Bırakın beni, ne olur. Ölmüşəm. Aa! Az Nəzifə, bilirsən? Deyirlər Şərifi tutublar. Hansı Şərif? Bizim o dılğır Şərif? Ha. Niyə? Deyirlər 3 nəfəri öldürüb. Az, o Şərif kölgəsindən qorxan adamlardandır. Elələri gündə 3 dəfə öz kölgəsindən polisə şikayət yazır. O adam öldürə bilməz. Welcome to my travel place. Dehşetli mekanıma hoş gelmişsiniz. Ama bu sizin için o kadar da hoş olmuyor. Mənə bir ürək sözünüz var. Allah Taala. Sizə can sağlığı. Sənin üçün gözəl bir sürpriz gətirmişəm. Elə sürprizdir ki. Dayan bir dəqiqə. Özünü topla. Ay! Hop! Bu nədir? Bu nədir Rəşad? Sən bilmirsən mənim heyvanlara qarşı allergiyam var. Qadası bu ondan deyil. Çəkil görürüm. Bu heyvan ondan deyil ki. Yemək pişirir, paltar yuyur, ev yığışdırır. Ürəyin nə istəyir onu da eləyir. Başa düşürsən? Canım gözüm biz bir yana gedəndə evləri yığışdırsın, paltarlar yusun, ondan sonra hər şey eləsin. Başa düşürsən? Vallahi bu ondan deyil. Əla bir ayıdır. İnan mənə, yaxşı? Fikir ver, fikir. Ayı. Ayağını kaldır. İndi otur. Kalk. Otur. Kalk. Gördün? Ha. Olan canavar. Ben Sakin. özüm elsiz sus. Bir şey lazımdır canavar.
bir litr qan gətir. Bırakın beni! Bırakın! Kız sevdim nargile, Çeyə zəhmətli bülbülə. gittim Farizgile. Sevmirəm, sevmirəm, sevmirəm lan. Kanalım ben alım, başına dolanım. Sana kurban olup ay gün ay gün. Kanalım ben alım, başına dolanım. Sana kurban olup ay gün ay gün. Azri! Geç bura. Azri! 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 Allah zabir, buralarda adam olub zat eləməz. Bir sağa sola bax, görüb eləyən olar. Dəlisən ola. Bax meyitlər də yatır. Danışdın da, güya özgə vaxt oyaq satdılar. Mənə bax, deyir rəhmətliyin ağzında kalan qızıl diş var, Götürüb çağır aradan. Zor olar, Kakraz 4 ayda kredit qalır. 2 ayını ödeyə bilmirəm bankın. Mənə bax, götür lapatkanı, gəl dalımca. Gəl. Salam reis. Reis, köməyinizə ehtiyacım var. Nişanlımı itirmişəm. Baxın bu qızı. Xahiş edirəm reis. Mənə köməklik eləyin. Hə, bu sənin nişanlındır? Bəli, bəli. Köməyinizə ehtiyacım var. Başımı itirmişəm reis. Sən kəlləni itirmisən, ya qızı itirmisən? Vallahi elə hər ikisini reis. Köməklik eləyin, nişanlımı tapım. Vallahi nişanlımı tapsaz, ömrümün sonuna kimi sizə oğurluq eləyərəm reis. Yetər ki nişanlım tapılsın. Əgər sən qız olsaydın, mən səni oğluma alardım. Oğlum bax buradadır. His danke. Nə? I am hey Dudeya. Çox sağ olun reis. O, Ayşel hep iyi olmalıydı. Ben İngiliz dilinden kursa gitmişim. Əla.
Qapını bağla. Ha? Hamıya aitdi o. Ayağın birin kaldı. Ayağın birin kaldı. Ayağın ikisinde kaldı. Deməli Rəşad müəllim, bura gəlməkdə, sizin evinizə gəlib sizə əziyyət verməkdə məqsədimiz ilk öncə götürəcəyimiz məbləğin faizlərində bizə güzəşt etmənizdir. Aşı, hamısını yazmışam orada. Faizdə kimi, şərtlərini. Yazmısınız, amma buradakı faizlər təmin eləmir maalesef. Ha, Aşı, sizi mən adam bildim, evimə çağırdım. Banka yox, başa düşürsən? Elə şərtlər var ki, onların qəbul olunması müvafiq deyil. Fırla. Kime düşse hamı onu öpecek. Fırla! Canavar, görüşünə gələn var. Gözlüyün gelirəm. Kaçak! Yoksa bizim hamımızı öpecek. Kaçak! Niye? Sizin şapka nə qədərdir dediniz? Nə qədər götürəcəksən? Biz 30.000. 30 minə 8 min. Sənə görə ya. Məncə çox oldu, yəni mənə görə. Qadın ol. Yalvarıb çağırmışam sizi. Onun qaytarılmağı da var da, yəni. O da qaytara bilmirsən nə gəlir sana burada? Bir dəqiqə. Ha! Ha! Nə vardı vəziyyət? Her şey biraz problemler var faizlerle bağlı. Ne danışırsan? Doğru. Harda? Uğur Böceği Bağçasında. Raylin. Ölmemişim ki ben. İndi ben bu dəqiqə güzel bir sürpriz göndereceğim. Əmisi ona gör necə sürpriz gönderecek? Ha. Mənim qardaşım oğlu Raylin ad günüdür. Uğur Böcək deyilən bir bağça var. Yaxın olmaq üçün kəsə yollayayım da sənə. Düz zooparkın içindən keçirsən. Oradan da nəslinə salam deyərsən. Hey! Eşitdin, adıma layiq olmalıdır ha. Dur ya, tez! Hə, necə oldu qardaşım? Ay Allah, bırakın.
Mən bilmirəm. Göy olsun, yerə girin. Harda olur olsun, qızı tapın. Sizə 2 gün vaxt verin. Necə? Onu sürülen kameradan kim? Canavar lapatkayla vurur. Oh my god. Ay, come Bruce, come here. Come here, Bruce, come here. Bizə bu lazım idi. Haradır? Cəhənnəmin dibidir. Hələ bilmirik ki, bu tünelin axırı hara gedib çıxır. Siz də zibilə saldınız məni. Neyniyim ya lan? Bilirsən nə var? Mənim nə işim var? Günah səndədir də. Atamı vaxtında yuxusaydın, yuxuma girməzdi. Mən də sənin yanına gəlməzdim. Sən də məni bunların yanına aparmazdın. Mən də orada ölü görməzdim. Ölü demişkən. Azad hanım. Azad kimdir? Bizim... Oy mahkadınız. Kim vurup bunu? De görüm danır. Mən gəldim, girdim içəri, gördüm ki, Vorzakan oturub, Skype-la danışırdım. Zəng eləmişlər ki, evdən kartof soğan al günə. Onu elə, mamam zəng elədi. Çiz! Onu elədi, bunu elədi. Danış görüm hadisə necə olub? Kim vurup bunu? Rəis, hadisə belə olub. 30 manata aldım. Pəncərədən tullayanda lapatkanı, getdi dəyi təpəsinə öldü. Mən səni məhv eləyəsəm. Mən səni məhv eləyəsəm. Gedib onları tapıb gətirməsin, sən özü bu günə qoyasan. Bruce Cameron, my Candace, Bruce Cameron, tez, Bruce Cameron. Lazımdır. Hamı işləməlidir, hamı. Səməndərə də deyilən ki, o adamları mütləq tapsın. Yoxsa gəlib onun özünü kanalizasiya qapağının içinə salacam. Özünüz görəcəksiniz. My Donald. Come on Bruce, come on. Come on Bruce, come on. Allah olsun. Ne oldu? Ha bırak beni. Yani görüm gel. He. Salam. Bir dakika. Ne var? Neden korkursun? Kız görmemişsiniz. Üç gündür bədbəxt hadisələr bir-birinin ardınca davam edir. Biri itir, biri ölür. Günün günorta çağı itkin düşür. Kim atasını diri-diri yiyir, kim anasının paltarlayan maşında yuyub qurudur. Sonra da markete gedir, sonra da gedib rəngli paraşok istəyir. Dəli olmuşam, dəli. Yuxuda da cin görürəm. Bəlkə doğrudan da dəli olmuşam. Deyəsən, sən məni eşitmirsən. Mənə deyirsən? Sən nənəmi? Mən səni başa düşmürəm. Qədir Üstəmov, sona bülbüllər. Stupid donkey. Sən Atmaus. Idiot man. Oh my god. Mən bu qədər qorxuluyam. Heç təsəvvür edə bilməzsiniz ki, nə qədər. Mən belə qadın görməmişəm. Nə həyatda, nə də xınıqıda. O hansı kətdir? Valla mən heç beləncə meyid yumamışam. Sənə baxanda mənə mi şükür?
Sən də mənim kimi ölüb dirilmisən? Yadımda deyil bacılar. Magda, sizin adınız nedir? Adım Eldar. Boy. 100% onlardandır. Estağfurullah, estağfurullah. Bir dəqiqə. Eldar xanım, siz də bizim kimi türmədən qaçmısınız? Bilmirəm. Bilmir. Bacı, burada qalan oxşuyursunuz. Biz hara gedək, hara qaçaq, nə edək, de də. Vallahi bilmirəm anacan. Hə? Qardaş, axşamın xeyir. Buradan trasa necə getmək olar, ha? Öyle de trasa çıxa. Ay, hara gedirsən? Bu tarafa gel. Her şey yaxşı olacaq. Bu saat bir nəfər tapacağım və kömək eləyəcək bizə. Kömək eləyin, nə olar? Qardaşlar, ayağınızın altında ölüm. Arvadım pis vəziyyətdədir. Zərətqəmlə ölüb, maşın da işlənmir. Heç kəs də yoxdur. Siz Allah kömək eləyin. Bunun zaryatkası ölübsə, bu kimdən hamle qalıb? Xahiş edirəm, kömək eləyin. Xahiş edirəm, bizi burada Qardaş elə bizim də vəziyyətimiz arvadın vəziyyəti kimidir? Yox, siz çox səviyyəli adam oxşuyursunuz. Kömək eləyəcəksiniz. Gəlin kömək eləyək də, arvad ölür axı. Ölüb yuyarıq da. Gəlin xanım, gəlin. Narahat olmayın, gəlin. Sən hara girsən? Sənin özünü aparan lazımdır. Yavaş, yavaş. Maması yavaş, uşaq düşər. Doğan vaxtım. Qeyri-iş günlərində Respublika Psixologiya Mərkəzinə ikisi az yaşlı olmaqla 18 nəfər dəm qazı zəhərlənməsi ilə müraciət edilib, xəstəxanaya qəbul edilib. MDB tərəflərində Yes, my- minik avtomobilləri, həmçinin də motosikletlər üçün texniki baxış başlayıb. Yes, my-dir. Yanvarın 1-dən aprelin Anne sönüyor. Sürücülər avtomobillərini texniki baxışdan keçirməlidirlər. Digər İntiqam müəllim. istehsal olunan minik avtomobillər Bəli, eşidirəm sizi. 1-dən iyulun 31-nə qədər texniki Necə? baxış edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti Başa düşürəm İntiqam müəllim. Bizim nadzor 31-nə qədərdir. qəbirstanlıqda nə edir? Texniki baxışdan keçirmədə Oldu İntiqam müəllim. fiziki şəxslər 50 və Mən elə bu saat onu çağırıb 500 manat cərimə. hər şeyi həll eləyəcəm. Narahat olmayın. Bu saat isə çatdırılmış Oldu İntiqam müəllim. Dəyərli izləyicilərimiz, növbəti buraxışımız isə saat 18-də Qəbirstanlığı söküblər. təqdimatında efirdə olacaq. 20:30 isə siz buraxılış İki meyit var. təqdimatında izləyə bilərsiniz. Xəbərlərin təfərrüatı Bizim nadzor o gizbəsər qəbirstanlıqda nə işi var? Oy moy goodness. Mən dəli olacam, dəli. Qapını niyə qırırsan? Kimdir bu qapını döyən? Ne oldu be? Doğursun. Biz yox, arvad doğur. Aç qapını da. Bura Tülgərxanadır ya. Ay, kişi arvad doğur, sən nə danışırsan? Götür. Yavaş, yavaş, yaxşı olur. Yaxşı olur. Gözüm bağlı, gözüm bağlı, gözüm bağlı. Ne danışırsan? Ne öldürür, ne danışırsan? Dərin nəfəs al. Sakit ol. Nəfəs al. Ağlamırsan, nəfəs al. Sakit ol. Xəbərlərin xüsusi buraxılışı efirdədir. Bugün həbsdən 4 məhbus qaçıb. Məhbusların şəkillərini sizə təqdim edirik. Əgər məhbusları görsəniz, bizimlə əlaqə saxlayın. Əlaqə nömrələri Özü doğar, biz gedək. 563 23 76.
Rəhmətli İntiqam müəllim telefonla zəng açıb mənə deyir ki, sənin Nazurovu qəbrəstanlıqda görmüşük. Ay, sənin qəbrəstanlıqda nə itin Nazır? Nə inirdin orada? Reis, mən neynim? Onları axtara-axtara gəldim, çıxdım qəbristanlığa. Mən nə bilim qəbristanlıqda cinayət edirlər, oğurluq edirlər. Axtara-axtara. Onları axtarırdın, amma sizin əlinizdən istifaya gedəcəm. Mən kösüb yaya gedəcəm, ya da dəlixanaya. That is droning. Help me, Bruce, help me. Bu nə yerdə? Ay qız gətirmisən məni, şou da yoxdur heç. Ay qız həmişə gəldiyim yerdir də. Çox maraqlı şoular olur burada. Hanı şou proqramı? İndi olacaq, narahat olmayın. Necə narahat olma? Saatdan xəbərin var sənin? Bu boyda millət gəlib bura. İndi gələcəklər. Nə vaxt? Bizim şəhərdə imicimiz var. Hamı tanıyır bizi. Bu biabırçı lazımdır bizə. Bağışlayın məni. Nəyi bağışlayın? Ay sara gətirmisən məni? Bu nədir? Hanı bunların şou proqramları? Biraz səbirli ol. Birazdan gələcəklər. Bilirsən nələr olacaq. Xəbərin yoxdur sənin. Səhər də açılış filmini hardayıq. Hamısı sənə görədir də. Vaxtında işimi görsəydin, bu da başımıza gəlməzdi. Ay axmaq, görüm sənin sabrın üzrə həsrət qalasan. Hamısı ne bunun günahlardı bak. Qəzənfərin, sen də? Ne eləmişəm ola mən? Mən bir şey eləmişəm. Hamısı bağımlımdır. Bu dirilməsəydim ölməyə düşərdim. Mən nə eləmişəm ki? Hamısı bütün günahlar qızlardı. Hə? Hansı qız? Ne bileyim. Doğrudan ha? Kız hanı? Kız kaldı orada. Eşi kaldı. Keşke ben orada kalardım. Ay, nara gedir yaxın? Hem de saklasın düşerler saklar. Hey! Heç bilmirəm neyiyim. Hamımız əlbir olmalıyıq. Yoxsa məni işdən atacaqlar bayra. Vəziyyətimi başa düşməlisiniz. Vəziyyətim ağırdır. Oldu. Idiot. Kaç! Ezele tez kaç! Kaka, bu günə planımız nədir? Kaçın! Gelin!
sür. Hara gir. Cəhənnəmə! Cəhənnəm. Davay düşün. Bura haradır? Ala cəhənnəm. Düzəməli bir yerə apara bilməzdin bizi. Sakit yerə. Ala bir dənə sakit yer var ala. Nə qədər istəyirsiniz uyun da özü üçün. Aa, boş kapısı biz uyanmıyoruz. Qardaş, bizim məqsədimiz o da öyle. Biz namuslu vətəndaşlar. Ay sağ ol. Bu nə bitti fasondur. Bu nə deyir ha? Bu nə deyir ha? Düşün aşağı ala. Eşitmirsiniz düşün aşağı. Düşün. Qəzənfər, hara getsən? Yes, what? Bəli. Cinayətkarları tapıblar. Əla. Şə adamsız. Varam sizə. Ah. Ay belə. Bu nə deməm də? Qonaqlıq mənim boynuma. Ah. Sən niyə gətiriblər bura? Ala, reis. Mənə bura getirməyiblər. Mən bura özüm gəlmişəm. Bu. Sənin kimi adamın özü bura gələr? 3-4 dənə oğlan idi. Mənə dedilər ki, sür, mən də sürdüm. Ona görə də mənə bura getiriblər. Əla. Əla. Xoşum gəldi səndən. Oğulsan. Apar bunu bas kameraya. Kameraya niyə reis? Sözün düzünü deyirəm, ona görə kamera. Yox. Pis vərdişlərdən uzaq olmaq üçün. Stom tis tüvers. Halfon 2. Reis, sən siqaret. Elə bir deyən, apar. Ala yavaş ala qolum çıxdı. Sen öyle değil, kapı patladı akı. Akı, öldü ya.
ol ki. Zopaka gel. Ona göre de sizi getirmişim. Gedek. Oynama. Yaxşı gedək. Gedək. Gelin. Allah belanızı versin. Benim zopakta ne işim var idi? Ay Gazanfer, ay Şerif, oğlum, yorulmadınız kaçmaktan. Ata, sen hardan çıxdın? Ben ruham, her yerden çıkabilirim. Ne oldu benim intikamım? İntikamın? Bu ne intikamı? Bu ne o şerefsiz? Burada. Ben diyorum, ben hiç değil. Benim bağışlayayım. Biraz anlaşılmazlık olmuştu. He. Mənim heç bir günahım yoxdur. Yumadınız beni, kalmışam neytralda. Tez kaçın, bu işi halledin. Hara məsləhət edirsən? Hara gedək? Bu yana kaçın, bu yana. Bu tərəfə gedək. Getdik. Əmi sağ ol. Sen diyesen bizdensen. Gel ben de gidelim. Mən bu yana gedəcəm. Ay adam ne kadar kaçar. Daha bezdim ey. Gelin teslim olaq. Sən öl düz deyir. Ayaqlarım pişliyalım hə. Niyə? Nə var ayağında? Göbələyi var ayağımda. Bəs mən neyniyim hə indi? Öyle heç düşmür axı. Babı bunların mən niyə sifətini gördüm ki? Gül kimi ölmüşdüm də. Mənə deyir. Hə, bəs kimə deyir? A, baxmazdın mənim sifətimə. Sənə də xahiş edən var, sifətimə baxasan. Göz yaranıb baxmaq üçün. Ha, bəs də day. Hamısı sənin zibillərindir, gəlib düşmüşük bura. Heç dəxil var. Güya sen yalandan adam yumursan. Nə vaxt ala, mən yalandan adam yumursan. Polis. Kaç. Geri.
yoksa qalın mı? Sual budur mu? Saxla, düzgün alınmır. Bir də. Ölüm mü? Yoksa qalın mı? Sual budur mu? Aya sen öl. Qalın mı? Belə də monoloq deyərlər. Görmürsən uşaqlar yatırlar. 100 dəfə öyrətmişəm sənə. Hamiləti belə oynamaq lazımdır. Ölüm ya olum. Sual budur. Bu. Ölmək, hər şeyi tamam unutmaq. Bəli, insan ürəyinin min bir dərdinin, min bir əzabının ağır zəncirini qırıb qurtarmaq. Bu gözəl, son məqsəd bu deyil midir? Hey, məqsəd pul qazanmaqdır. Nə pul hə? Nə pul? Sən Şekspirə əlavə eləyirsən? Başın xarab olub. Nə pul?